Mahadeva Purusha Jai Mahadeva Purusha Om Hara Hara Mahadeva Om Jaya Jaya Maha Dedi olmayan da olmayan da oldu. Var var var. Ev yoktu. Yaşlı beraber. Gerek Turan'ın o işinden sonra durardı soruda. Ev yoktu. Ben sandım kafanı takıldım. Yoğurda da beyaz var değil. Narahat olmuş. Bunu çok size geldi. Esas oldu soru. Jai Mata Kali, Jai Mata Durga, Jai Mata Kali, Jai Mata Durga, Kali Durge, Namo Namah, Kali Durge, Namo Namah. Ali Durge Namo Namah Ali Durge Namo Namah Shri Mata Kali Shri Mata Durga Shri Mata Kali Shri Mata Durga Ali Durga Namo Yorgun, adamı yorgun ayakma. Canımı götürdüm yani, kimse götürdüm. Ortam kenara koydum, çaya doğru gelip şöyle dağlar mı? İçtiniz, yediniz, yoksa kalıbsa biraz da bunu. Yaşar uşaqlar. İndi başlayaq, kırıya biraz işləyək. Çəkiliş var, Zülfiyə davam edir. Bəli, devam. İstəyirəm davam edəsin ki, bu kadrları qoyaq. Uşaqlar, özünüz bildiyiniz sərbəst pozada oturmağa çalışın. Çox oturuşlar var, amma o birislərdən istifadə etmirlər ki, çətin olur. Sərbəst olsun. Mən də bu çaları qoyum kənara. Sizlərdən praktikaya boş qoyum. Deməli, burada indi yeni gələnlər olduğu üçün uşaqlar, mən istəyirəm biraz düzgün nəfəslə başlayaq hamımız, sonra hamıya uyğun daha maraqlı praktikalar işləyəcək. Sağ əlinizi qoyun qarnın üzərinə, sol əlinizi sinəyə və diqqətlə qarnınızı hiss etmək üçün hərəkət edin. O belə, irəli gedin. Biraz bunu işləyin. İndi isə bu hərəkətdə qarnı içəriyə sıxın, yəni qarnın altını içəriyə. Diqqəti verin qarnınıza. Burnumuzdan səsli formada nəfəs alacaq, bax belə. Sərbəst formada verəcək. İndi nəfəsi alarkən, indi verin onu. Nəfəsi alarkən diqqəti buna verin, boş baxın qarnı. Bu nəfəsdən şişsin. Bizə lazımdır aşağı hissədə manipura hərəkət edəsiniz. İndi sıxın içəriyə bax qarnınızı. Sıxdınız, diqqət verin buna. Gördünüz nə başlayır? Yəni alıram nəfəsi, verəndə indir. Verə indir.
alın, şişirdin qarnı, tonla alın. Alın, şişirdin qarnı, belə inin. Alın, qarnı şişirdin, belə inin. Diqqətinizi ancaq qarnınızda tutun, sadəcə qarnınızda. Alın, qarnı şişirdin, verin, qarnı indirin içəri. Son dəfə bir dənə dediyim, şişirdin qarnı. Burada baş gicəllənməsi ola bilər. Ahmet'de oldu. Bunun səbəbi odur ki, qarın nəfəsində enerji hərəkət edir. Həm də ki, dalğaya əmələ gəlir. Yəni, o mənada dalğaya yox. Qan dövranı sürətlənir. Beyninə oksigen daha çox gedir. İndi uşaq ikinci texnikadır. Sinəli işləmək. Qarnınızı sıxın içəri belə, maksimum sıxın. Qarnı indi çıxartmayacaq. Sıxa-sıxa diqqəti verib bura sinəyə. Yenə səsiz nəfəs alıb sərbəst verəcək. Diqqət sinədə. Qarnı içəri sıx saxla. Bir. Al. Burada kondisioner istidir. Mənə yaman isti olduğuna görə. Bir dənə də qarnınızı içəri sıx saxlayın. Qətiyyən çölə buraxmayın. Son 3. Son dəfə. Sərbəst olun. Yellənmə ola bilər, istilənmə ola bilər, titrəşmələr ola bilər. Çox gözəldir bunlar hamısı. Ya heç nə də olmaya bilər. Məsələn, ölçəşənlərdə heç nə olmur. Məsələn, məndə hal-hazırda eləm heç nə olmur. Çünki bədən o enerjiyə ölçəşib deyə bilir hardan, o qalxacaq, hardan edəcək. Bu nə? Sinəviz irəliyə çıxdı, belə irəli gərilmə oldu, belə bir şey. Yəni, nəfəs alanda genişləndi o, umuzlarımız. Bax, bunların hamısı olması səbəbi o ki, sinə nəfəsi işləyir. Əgər zəif olursa, hələ zəif işləyir. Və biz qarnı sıxanda manipulanı sıxırıq ki, enerjini yuxarıya qaldıraq, pranala. Bunun səbəbi odur. İndi mən sizə belə bir texnika deyəcəm. Gələk ikisini tutun. Bu son texnikadır ki, bununla bağlı. Bundan sonra artıq kriyalara başlayacaq. Uşaqlar, ikisini də elə birlikdə işləsin. Yəni, neyini? Qarnını sıxmırıq, sərbəst tutmuşuq. Diqqəti veririk saat sonra. Alırıq nəfəs. Bax, bura şişir, sonra şişir bura. Yəni, yuxarıya qalxmalıdır o prana, enerji. Başa düşürsünüz, baxın mənə. Baxın, siz birin belə tutacaq, birin belə. Diqqətlə mənə baxın, görəsiniz birinci bu işləyəcək, sonra bu. Ya da eyni baxın. Baxın. Gördünüz. Öldünüz bunu. Yəni, bura işləyir, sonra bura işləyir. İkisi birlikdə qalxır enerji. O enerji qalxdığına görə yuxarı, ikisi də işləyir. Hava ilə birlikdə qalxır. İndi siz belə yəni tutun sərbəst. Biri burada, biri burada. Və nəfəsi alın. İkisini də şişirtməyə çalışın. Sonra verin. Diqqəti orta bölgədə tutsaq, ikisi də başlayacaq işləməyə. Bu arada burnunuzla alın, burnunuzla ancaq verin. Ağızla verin, ağızla da alın.
və 4. Möhtəşəm. Sərbəst bir qalın. Bir nöqtəyə baxın. Bədəndə səssizliyi müşahidə edin. Etdiyiniz praktikanın enerji mübarək. Biləsinə baxın. Çox gözəl. Bu bədəndə indi mən sizlə etdiyim praktikayla prananı oyatmış oldum. Yəni indən sonra bu tip texnikalar öz başınıza da işləsə, sizdə artıq hərəkətlənmə başlayacaq, energetik olarak. Və bunu indi mən sizə bəxş etdim ki, daha irəliləyən zamanlarda yoga ilə məşğul olsanız və olmasanız da o enerji daim aktiv qalsın, sizi həyatda daha da yaxşı tutsun. Həm sağlamlığınızı, həm maddi dünyanızı, həm mənəvi zənginliyinizi. Belə, əllərimi qoyuram bu formatda, dizlərimi. Bax, bayaq nə öyrəndik? Buna deyilir yogi prana, ikisi birlikdə işlədir. İndi nəfəsi alıram, soldan sağa doğru hərəkət edirəm, yavaş-yavaş. Sanki çanağım bir qazandı, onurğam da çömçə. O çömçə ilə çanağımın için qazanı qarışdırıram. Bu qarışdırma qədim Tao'da da var. Bu Kundalini Kriya. Bu Kriya vasitəsilə Shakti Kunda enerjisini tərsinə hərəkət etdirir. Tərsinə hərəkət həm də bizim zehnimizi təmizləyir. Karmanı yandırır və ilahi Shaktinin oyanmasına səbəb olur. İndi bir dənə də dərin nəfəs. Baxın, irəli geri gedirəm, amma başımı sökəmişəm, bax belə. Bax, belə qalır. Niyə belə qalıram? Açıqlayacaq. İrəli geri gedərək, al nəfəs, belə. Al, qal. Anüsü və qarnını sıx içəri indi, verə, maksimum sıx, başına qədər gələn enerjini hiss edə. Anüsü və qarnı maksimum sıx, al nəfəs. Eynə ver. Onurğa boyunca hərəkət edən prana, udana, vayu adlanır. Bu, bel beşinci havada. Qarın və anüs maksimum sıxılmış vəziyyətdə qalır. Anüs istiqamətində muladhara çakra və mula bandha. Yəni birinci kilit yerləşir. Bu kilit açıldıqda Kundalini yuxarıya doğru hərəkət edir. Başımı ona görə arxaya sıxıram ki, onurğam boyunca hərəkət edən prana taş çakrama gəlib çatsın. Davam edir. Belə getsə, deyəsən buradan borclu formada çıxacaq. Çünki enerjini hiss edirəm sizdə, alınır da, o mənim xoşuma gəlir, ona görə qalacaq. Bu da mənim borclu çıxartacaq. Narahat olun. Bir dənə pucuya gəlir ki, dağlar ayaq. Bir dəfə də son 3. Dediyim kimi uşaqlar, başınızı sıxın yuxarı, o belə, elə bir baxsız yuxarı bu formada, eyni aşağı. İndi son 2-də bir dənə qalın, mənə baxın. Gözlərimi sıxacam da bunu, bax, belə edeyim. Və gözünüzü indi örtün. Örtdünüzmü? Aşağıdan mulanın birinci çakranı sıxın. Buradan ortadan bu çakranı manipülanı sıxın. Qarını, anüsü və buranı. 3 mudra. Nədir? Mula banda, Manipura banda və Şamhavi banda.
iletləyirəm ki, bu enerjini bu sıxıb yuxarıya elə bir vursun o kundalini. Başa düşdünüz? İndi sıxıram bunu buna, iki qaşımın ortasına sıxdım gözümü örtürəm, muabanda elədim, qarnımın üstünü sıxdım, yenə başım qatdan geriyə sıxıram, al nəfəs, möhtəşəm, belə in. Gözləri yuxarıda saxla, iki qaşın ortasında, al. Belə in. Al. Belə in. Əlləri arxada da tuta bilərsiniz, bax belə formada. Sol əlini sağa tuta bilərsiniz. Daha çox emləyici. Nəfəs bitənə qədər in. Sərt. Möhtəşəmsiniz. İndi qalxıram. Sərbəst qalın. Enerjinin hərəkətinə baxın. Əllərdə titrəmələr olurlar. Məndə bu dəqiqə oldu. Bədəndə hərəkət olurlar. Titrəşmə, baş gicəllənmə olurlar. Qanunlar olurlar. İndi isə yenə fırlanacaq və bu kriyadan sonra digərinə başlayacaq. Hə, baxın uşaqlar, mən baxın soldan sağa edirəm. Bax, saat deyil, saatın tərsini edirəm. Bunun yaxın səbəbini söyləmişsiniz. Soldan, oradan baxanda bəlkə sağ görür, amma soldan edirəm. Bu dəfə biraz lap dərin fikir. Mən baxın, elə bir hərəkət edirəm ki, bədənimdə. Onurğamı daha çox yaymağa kimi. Ətrafa görsün bizə, yayıram. Özümü yayıram. Çünki niyə? Enerjini lap dərindən elə bir xortumluyuram, bu çıxardan yuxarıya. Bir spiral kimi, belə fırlanır yuxarıya. Amma belə. Qətiyyən çəkilməyin, yəni hamınız xanımsınız, deyil olar, bir iki nəfər üçün. Bir şey yoxdur var bir şey. Ben tek yaptım. Bir şey yoxdur. Mən ona görə dedim ki, iki nəfər ki, yazıqdır, yəni pis olmasın. Çoktan at gaz ediyor bir kişi oldu. Canım zannedersem. Az yaxşı, aşkı deyil. Canım. Elin uşaq, dərin nəfəslərlə. Nəfəsi elə bir şey məsələn, saxlısı bura, burada alın. Verə fırlanın, təzdən gəlin bax bura. Yəni mərkəzə gələndə o nəfəs artıq sonlana bilər. Yəni çalışın ortada 2-3 dənəsini almayın ki, o lazımi energetik döngülər əmələ gəlsin. Bizim bu dəqiqə elətdiyimiz şey var ha, səmada bu orbitlərlə yəni baş verir. Yəni indi biz elə bilmin ancaq burada bunu edirik. Bizim bir ilahi atmik bədənimiz, kosmik müabitədə bu dəqiqə bizim planetimiz var da, bilirsiniz, hər bir yüzün planeti var. Orada bunu artıq başladı, bu döngü. Və biz bu döngü ilə torsiyon sahələrini hərəkət elətdiririk və karmadan təmizlənirik. Və kosmik şuur bizim sahasraradan içəriyə 3 dəfə dedik. Gəlin ortaya. Necə səsə dərinizi qoyarsın, mən belə formada qoymağı sevirəm. Qalın biraz. Hiss etməyə çalışın. Çox gözəl. Mənim sizdə gördüyümü nə deyəcəm? Bədənimizdə bütün auranız belə çıxıb çıxır. Belə bir vəziyyətdəsiniz. Yəni, ola bilər, siz hansı cür istəyirsiniz, mən öz dırışdırmayacağım da sizə. Şimdi sizdə belə bir hal var. Yəni, bütün aura belə çıxıb çölə, yanırlar, enerji çıxıb çölə belə yayılıb və sizin ətrafınızdadır. Başa düşdünüz necə?
Yəni siz nə edirsinizsə bu dəqiqə o sizin O içinizdə. qarmağı verirsiniz də, yox? Həm odur, həm Birinci çıx. rənglərlə biraz ağır. 5 dəqiqə Ətrafınızda. Qalmağı unudayıq, getdik, qalmaq bozulur çıxar. Səhərə qədər buradayım. Əgər qalmağı unutsursun, sən çəkilişi davam elə bala. Mən getməliyəm axı. Niyə? Hara gedirsən? Edəcək də, 5 dəqiqə sonra indi qalxaq. Qalmaq praktika. Neçə də sən evdə olmaq, deyil, yaxşı. 5-ə kimi getsəm yaxşıdır. 5-ə kimi, hə, vəsə, narahat olma. Hələ var, amma 5-ə qədər bu qalır. Tamam, uşaqlar. İndi sən növbəti xriyanı sizə göstərəcəm. Bunu kimlər ki, təlimlərdə verir, özünüz də istifadə edə bilər. Zaten burada olanları özünüz də kənarda istifadə edin. Bu tədbirin amacı odur ki, həm elmi tərəfdən paylaşın, həm də praktikaları özünüz evdə də, təlimlərinizdə də, ya da özünüz üstündə dostlarınızla da paylaşın. İndi göstərəcəyim praktika bir fərqli xriyadır, diqqətlə mənə baxın. Məndə arxada bir şey var da, bunlar mənə lazımlı şeylər deyil. Hə, biraz kənara onları qoya bilərsən, qardaşım. Hə, biraz kənara qoy. Sayı da qoyacağım. Mən olsa buraya götürəcəm. Bu dəqiqə gəlmişəm sizə bunu uşaqlar, baxın, mən oturmuşam yuxarıda. Düz topuklarımın üstündəyim, bax, belə oturmuşam. Yəni, pəncələrim yerdən belə açılıb, buradayım. Belə formada tam oturmağa çalışıram. Bunlar baxma, başa düşməklə. Hə, əlbəttə olar. Pəncənin üstündə. Benim əlbəttə olar. Gəl bax. Baxın, düz oturmuşam üstündə, topuklarımı. Deyim pəncəm belə açılsın. Hə, indi baxın, əllərimə baxın. Bax, əllərimi belə fırladıram, qoyuram o belə. Qabağım, baxın, gördünüz belə. Amma maksimum içə, şöyle belə ağrıyır. Qısa doğru qoymaq daha. Baxın, indi buradan da neyim? Onurğanızı belə elədir. Maksimum belə açın. Hara qədər açılır, açılsın. Oturmağı unutmayın. Oturmaqdan qalxa bilər, tas bölgədir. Unutmayın. Onu saxlayın. Qaldır. Biraz qalxar da, yəni çox qalxar. Okey, ev yox. Yəni ki, əsas odur, biraz olsa da ev yox. Tamam. İndi baxın. Başını yuxarı, belə sıx yuxarı, gözlərini babaya kimi mən necə göstərmişəm? Burada baxın mən. Şampanyonu da. Şimdi burada bunun gözünü an üstü qarnının maksimum oluşmaq. Hər ikisi möhkəm sıxır. Al nəfəs. Ver. Bu vəziyyətdə qalacaq bir. Al. Ver. Anüsü, qarını sıxmağı unutmayın, maksimum sıxılı saxlayın. Şamha verir ki, gözü iki qaşın ortasında sıxın. Ağlıdır, davam edir. Başını geriyə doğru sıxmış saxlar, qətiyyən aşağı indir. Son 6 nəfəs. Yavaş yavaş pozulacaq. Astaca başlayır, öldür, yorğanı öldürmə. Əllərin uyuşa bilər. Necə bir təəssüratdır? Maraqlıdır. Həm dəqiqin sən elədin. Ola bilər, hə. Ya, onsuz da mən sizi anlayıram. Çünki bunları mən təlimlərdə də öyrənirəm. Bu, bir dəfəyə demək çətindir. Bu, şir pozasında olan kriyadır. Poza şir duruşudur. Onun kriyası. İndi yenə belə formada qalmağa davam
edə bilərsiniz, amma topuqlar incidirsə, topuğun üstünə də otura bilərsiniz. İndi mən sizə bir başqa şey göstərəcəm. Prananı boğazda hiss eləmək var da, eşitmişsiniz, ucanan var, bu da xırıltının nəfəsidir. Biz onun başqa bir versiyasını işləyirik. Bu da kriyadır, Vişvudi kriyadır, boğaz kriyasıdır. Boynumu maksimum döndürürəm, elə bir arxaya baxıram, sanki, yəni baxmıram, ondan sonra arxaya çönə bilməz başım. Baxmağa aparıram, elə bir ki, hərəkətdə qalır, yəni ancaq burada durur, hərəkətdə qalır, sıxışıbdır. Arxaya baxmalıdır bu hərəkət edirəm. Burada qalıram, yogi prana var idi, ikisi birlikdə altı yerlər. Alıram, gətirirəm, sıxıram, boğazdan verərkən boğazı sıxıram ki, Vişvudi çakrada olan blokları təmizləsin. Sola gətirdim, ortaya çıxdım. Nəfəsin təkcə sürtünməsi bəs edir. Eləyin ki, o sürtünməni istəyir. İndi mən də birlikdə eləyəm. Getdik, sağa. Al, gəl, ver. Sol. Sağ. Ver. Sol. Gel, ver. Sağ. Gel, ver. Sol. Gel, ver. Son 4 tane. Sağ. Gel, ver. Sol. Gel, ver. Sağ. Gel, ver. Sol. Sonuncu. Gel, ver. Maksimum. Son. Biraz serbest. Necədir? Hoşunuza gəlir? Maraqlı olur. Yuxun, sənə yuxun gəlirsə, deməli, beyin çox oksigen qəbul eləmir, sadə hallarda. İndi çox qəbul edirdi, yəni, ona görə olur. Ağzın açılması burada. Məsələn, burunla alırsan, gedir sıxışır. Öbür beyin daha çox almaq istəyir, bu nədir belə gəldi? Beyin deyil, deyəsən bu yoga idi oradakı. Deyəsən ki, fərqindəlik var. Növbəti uşaqlar, kriya vuruşlandı. İndi mən göstərəcəm, bunu mən Instagramda da paylaşmışdım. Baxın, görsün məməllər. Qaldırıram, amma birinci mənə baxın, hələ eləmdir. Baxın, sonra. İndi burası baxın. Bax, buralarımı bura vururam, maksimum, bu bölgəyə. Çalışın, sizin xanım varsa sinəvizə vurun. O çox sərt mən vururam, siz də sərt vurmalısınız. Amma bura vurmasa, sinəyə vursa, Allah vursun, yəni saçma yaralar, qan dövranı pozlar sinəvizdə. Bax, maksimum bura. Bax, görsün necə. Belə. Toyuqda görmüşsünüz necə toyuq. Həmin şeylər örmək yəni şimdi. O başqa. Yox, o başqa. Hə, indi mən göstərirəm, hə, işləyə bilərsiniz. İndi baxın, amma burada bir şey var uşaqlar, baxın, yenə boynumu sıxıram arxaya. Yəni qətiyyən başımı belə tutmuram. Boyun arxada qalır, anüsü yenə sıxmışam, anüsü mütləq sıxıram. Qarnı sıxmağa ehtiyac yoxdur, anüsü sıxın. Ya da, hə, qarnını da sıxın, mən burada çalışdım, başlayın. Qarnı və anüsü sıxın, yenə
Yuxarıya baxıram, dərin nəfəs verərsən, ağzından verəcəm. Ay, sol. Gözəl. Baya, hamısını çıxardım. Toksik maddə də təmizlənir. Hamımız eləməyə çalışırıq. Sürətlərin necə, bu necə? Bu budur. Çox gözəl şeylər. Özümüzü döydük. Gelsək, yoga belə olur. Biraz Özümüzü döydük. ha? Eləmişsiniz də. Yedin, ha. Yəni biz kriyada çox qeyri-adi şeylərdir. Şimdi mən göstərəm başqa qısımlar. Siz də göstərəsiniz, istifadə edə bilərsiniz. Tamam, indi növbəti kriyanı göstərin. İndi. Tamam, gəl aldım, tamam. Alamak ki, ağlar, sağ ol. Ehtiyatlı ol, biz nə yaxşımaq? Yaxşı mənim, sağ ol, sağ ol. Yüce, çəkilişdə hamını götürə bildim mi? Yəni ancaq mən götürməm də, yəni cəmaatı da ara sıra belə fırlatı, yəni cəmaat var. Çəkmişəm arası. Ha, çox güzel. Yəni o praktikalarda deyirəm. Elədim. Elədim. Ən əsas qabaqlar evində, yəni onları çəkmək daha. Ha, yox, onu tərcih eləmir. Prosto, yox, onsuz da bir saniyə irəli yox. Ümumi olaraq hamını belə götürsən 2-3 saniyə olur. Onu dedim, nə olur? Tamam, ha, buyur. Neçə dəqiqə bitər? Sizdə də vaxt az qaldı, hə? 2 saat ayrılır. 2-dən 4-ə qədər 5 divanı gözləyir. Ha, bilirəm. Az qaldı. Şad oldum sizlərlə. Onun mən həlaksim onda, tamam. Onda üzülür sayın, biraz qısaldım, tamam. Edim. Mən əslində 2 saat planlamamışdım. Heç hələ 1 saat planlamışdım, 2-yə gəlmişdim. Tamam, okey. Orada da girirsən, yakınlaşdır. Bilirəm. Ondan sonra borcdayıq, çünki 2 saat borcdur. Narahat olmayın, tamam. Onda biraz da kriya işləyək, onda kundalini qalsın, orası meditasiya edir, yaxşımı? Yəni çünki kundaliniyə girsək, orada tamam başqa şeylər mən Meditasiyanızı. Ondan sonra narahat olmayın, gələn ayda var, gələn ayın sonuna da bir dənə planlamışam. Hər ay, amma mən bu dəfə görəcəndə, gələn dəfə 3 saat bir dəfə alaram. Onda da bilərik ki, həfsə 3 saatımız var, ancaq praktika. Orada oturub söhbət etmək, sonra heç qalmalı, ya da çox az danışarım. Çünki bu dəfə yeni adamlar olduğuna görə mən biraz söhbət etməliyim. Tamam, uşaqlar, görürsünüz mən, buradan qoymuşam, burada palazan deyəsən, yox, yerim. Baxın əslən, belə özünüzü tutun, elə həm dizlə tutmuşam, görürsən, bu çox sadə bir şeydir. Rahat, kriyadır. Deməli, nə edirik? Otururam arxaya, maksimum oturdum da görürüm. Alıram, belə gəlirəm, boynumu döndərib sıxıram sağa. Gördünüz ya. İndi siz mənə qeydin, al, otur, belə boynumu sıx sola. Otur geriyə, belə boynumu sıx sağa. Otur geriyə, belə boynumu sıx sağa. Əjdahasız. Enerjilərinizi ətrafa yayılır, ona görə xoşum gəlir. Sağa. Otur. Gəl sola. Maksimum sıxın. Bu uşaqlar Vişudi çakranı və manipuladan çıxmaq üçündür bu. Yəni kunda pranasını yuxarıya aparmaq üçün. Dartdıqca dartmağa çalışır.
maksimum sıxın. Çox gözəl. Son iki. Oturmuyorum ya. Burada ise bir başka kriya istəyirəm. İstəyəsiz. Vaxt məni biraz sıxdı. Huzur bir saniyə. Ha, lütfü, bir dənə də kriya işləyir. Çünki mən kriyaları uşaqlara bəxş eləməliyəm. Hatta ki, onlarda bir panik oyanış olsun. Ona görə. Tamam, bir dənə də eləyəm. Kriya bir dənə işləyir. Deməli uşaqlar, dərin nəfəs alıram. Verəcəm, dönürəm sola, baxın, tuturam sol dizimdə. Mən sıxıram özümü, fırladıram geriyə. Və nəfəsi burada verirəm. Dönüb arxaya baxın. Hər dəfə sıxa-sıxa baxın, belə sıxdıqsa, sıxmanı davam etdirəm. Qarnımı sıxıram içəri, anüsü sıxıram içəri. Sıxmışam, al, indi sağa. Gəldim, al, sola. Gəldim burada. Al, sağa. Gəldim, al, sola. Gəldim, al, sağa. Ortada qal. Şanti. Çok güzel. Tamam, biraz meditasyon dedi və başlayaq. Deməli, əzizlərim, meditasiya obyektləri haqqında danışacaqdım. Mağlucu görən vaxt qaldı, ona görə onları edə bilməyəcəm. Amma sizə praktik olaraq meditasiyalar öyrədəcəm, özünüz də evdə edə biləcəyiniz bir şeylər olsun. Başlanğıc səviyyə üçün meditasiyalar belədir. Bir, odur ki, iki qaşın ortasında diqqəti saxlamaq, belə formada qalırsınız. Bu biraz incidir. Başqa biri burnun ucunda saxlamaq, yəni iki gözü, iki burnun ucunda saxlasam belə. Başqa biri isə yaxşıdır ki, sadə formada qalmaq nədir? Oturmuşam, sadə qalmışam, an. Bu anı ancaq yoxlayıram, təcrübə edirəm. Bu anı. Anda qalmaq deyirəm buna. Nədir? Yəni, komment vermirəm də, qabağımda insanlar var da mən. Amma məsələn, mən baxıram ona. O nədir? Onu şeyləmirəm, sorğulamıram. Bu insandırmı, kişidirmi, qadındırmı, niyə burada oturub və s. Heç bir komment yoxdur. Baxırsınız qabağındakı olan bir şeyə. Obyekt də ola bilər. Misal üçün, güldan qoya bilərsiniz, içində gül. Ağ bir divara baxa bilərsiniz. Fərq etmir. Bir şeyə baxa bilərsiniz. Fərqli olur. Bu an meditasiyasıdır. Dördüncü üsul, meditasiya şamla işləməkdir. Şamdır, yaxınlıqda yandırsız belə bir santim olur, 20 santim. Qoyudunuz, baxırsınız bura, diqqətli. Sonra gözünüzü yumursunuz, şamın işığını təsəvvür edirsiniz, belə də. Mən bunları qeyd etdim, narahat olmayın. Kadrlar sizə göndəriləndə oradan götürüb işləyə bilərsiniz. İndi isə mən sizə bir samati meditasiyası öyrədəcəm. Bu da kayıtlarda olacaq, götürərsiniz. Bu dərinləşmək üçün bir samati meditasiyası belə. Oturursunuz, birinci növbədə gözlərimi açıram, diqqətlə baxıram. Bir nöqtəyə. Düzdür, indi mən tez edəcəm, siz öyrənəsiniz.
Məsələn, baxıram, baxışlarım dərinləşir. Diqqətim axır. Qabaqdakı məsələ nə olursa olsun etməyə başlayır. İndi mən girdikcə artıq zehin sakitləşir deyə belə proseslər başlayır. Bu sizdə də olacaq belə şeylər. Yəni diqqətli baxırsan bir nöqtəyə, nəsə dediyim kimi güldan ola bilər, bəyaz divar ola bilər, nəsə bir şey də ola bilər qabağınızda, heç nə olmayacaq da. Uzaq bir məsafəyə də baxa bilərsiniz. Amma uzaq məsafə diqqətinizi yayındırırsa bir şey qarşınıza qoymaq yaxşı olur. 50 santim, 1 metr məsafəyə. Nəsə baxdıq, diqqətim getdikcə obyektə doğru. Gözlərim qapanacaq. Göz əzələm yorulmur. Sadəcə o hal özü gəlir. Gözlər qapanmaq istəyir. Gözü qapatdıqdan sonra diqqətimi verirəm bax bura. Gözümü hərəkətsiz etdirirəm. Yəni hərəkət nədir? Belə eləmirəm. Şamxav eləmirəm. Diqqətlə baxdım. Meditativ hal gəldikcə gözüm bağlanır. İkinci mərhələ. Diqqətimi verirəm bax bura. İki qaşın ortasına. Gözüm bağlandıqdan sonra. Verdim ora. Yəni mən diqqətim oradadır. Üçüncü isə artıq oradan üzə çıxacaq bir qaranlıq bir şey olacaq. Deyək, pərdə deyək də, mən onu necə təsvir edim bilmirəm. Yəni, qaranlıq bir abu-hava var orada. O, görəcəksiniz onu, özü anla çıxsın. Qətiyyən təsəvvür eləmir. Təsəvvür etsəz bu alınmayacaq. Özü əməl edilsin. Qaranlıq o atmosfer üzə çıxanda diqqəti verin artıq ora. O lap dərinləşdirəcək sizi. Artıq iki qaşın ortasından ora doğru keçid edəcəksiniz. Ondan sonra orada qalmağa çalışın. Bu samadhi meditasiyasıdır. Yəni bu nirvana meditasiyasıdır. Bu meditasiyanı mən uzun illər öncə hazırlamışam, təcrübə eləmişəm və bir dəfə Turan xanıma vermişdim, çünki ona uyğun idi. İndi isə mən bunu bu kütləyə verirəm. Sizlərə hamınızla birlikdə verirəm ki, faydalana biləsiniz. Bu meditasiya çox yüksək səviyyəli meditasiyadır, amma diqqətlə işləsəz, yəni onun bəhrələrini görə bilərsiniz. Belə, indi isə anlıq olaraq bir meditasiya edək, yəni müvəqqəti bir 5 dəqiqə və bundan sonra diqqətinizi məndə cəmləyə bilərsiniz. Bu anda obyekt mənim artıq sizin qarşınızda olduğuna görə. Ya da qarşınızda başqa şeylər varsa baxa bilərsiniz. Tamam, başlayalım. Hazırlaşmaq üçün bir nəfəs alır. Kimsə gözün bağlaya bilər. Biz adətən gözlərimizi bağlamaq. Bu dərin meditasiyanın başlamağına səbəb. Gözlər bağlananda obraz alınmır. Gözlər açıq olanda heç bir obraz yoxdur. Ana daha tez vaxt olmalı olur. Raca yoga vaxt olacaq meditasiyası. Əllərinizi sinəmizin ortasına birləşdirin. Om Tat Sat. O təşəkkür etdim. Şanti, şanti, şanti. Sülh və huzur olsun hər birinizdə. Belə uşaqlar.
biraz qısa kəsməli oldum. Çünki mən vaxtın 1 saat olacağını düşünürdüm çatar, gördüm çatmır. Gələn dəfəyə çalışacağım uzun bir vaxt alım. Xoşunuza gəldi. Mən sizə deyəcəydim suallar da verəsiniz, amma belə olur. Mən çox istəyirəm suallar. Arada çox suallar yarandı məndə, amma da Tamam, ayda. Mən çox siz mənim WhatsApp-larımı kimlər bilmirsə bir-birinizə göndərin. Mənim WhatsApp-ım hamıda var.